Azərbaycanda ədalət mühakimesi yox, məhkəmə sistemi yox. Kimin sərində siyasi intikam dəyənəyi var. Bu dəyənək istənilən vaxt qalxır, öz siyasətlərinin başına yenir və yaxud da yenir. Azərbaycanda məhkəmə hakimiyyəti deyilən bir hakimiyyət çoxdan degradasiya uğruyor. Belə bir hakimiyyət yoxdur artıq. Hökümlər məhkəmə zallarında yox, kabinetlərdə, özdə məhkəmə binalarından çox kənar uzaq olan kabinetlərdə çıxarılır. Bunu mən gözəl bilirəm. Buna qarşı da bütün həyatım boyu mübarizə aparacaq. Azərbaycanda son 4 ildə məhbus istehsalı özünün yüksək həddinə çatır. Mən çox xahiş edirəm jurnalistlərdən də geri götürsünlər Ayaz Mütəllibovun vaxtın, Elçi bəyin vaxtın və Heydər Əliyevin vaxtın 15 iyundan, yəni ermənilərin Azərbaycanı başdan işğal etdikləri gündən bu günə qədər yoxlasınlar ki, nə qədər adam həbs olunubdur. Müvafiq edəsinlər. İldə orta hesabından nə qədər artım var maşallah, məhbusların içində. Bu, Azərbaycan xalqın genofonu məhv eləməkdir. Yəni, bilə-bilə, gözün görə-görə günahı yoxdur. Adamlar həbs edirsən. Və mən bugün özümüzə qarşı olan bu məhkəməni yenə deyirəm, Türk olduğuma görə, Azərbaycan Türk olduğuma görə özümə qarşı, xalqıma, millətimə qarşı genotsidin bir növü kimi qəbul edirəm. Bunu mən belə söyləmirəm, görə mən cinayət eləmişəm, mənə qarşı tədbir görür, qətiyyən. 49-cu ildə sənət qəbul olunur beynəlxalq genotsid hər hansı bir millətin üzvü olduğuna görə fiziki cəhətdən məhv edilmək və yaxud da yaşadığı yeri tərk eləmək üçün iqtisadi dözümsüzlük şəraitin məruz qoyulmaqdır. Bu genotsiddir. Azərbaycan Türkü buraya getməlidir, siz ülkəsi deyil. PKK-nın köçmək istədiyinə bir yeri başa düşməlidirlər ki, biz bu ölkəni tərk edəsi deyilik. Bu yoldan da şimdi Yasin həbsə soxasan, Yasin fiziki məhv elətdirəsən, Yasin qorxudub İran'a, Türkiye, Rusiya qabıdasan, bu mümkün olan şey deyil. Yenə deyirəm, bugün bizim də gücünü satmasa bir nəsil var. Bu nəsil bu prosesin qarşısına alacaqdır. Azərbaycanda kimlərsə millətin toplum halında, ayrı şəxsiyyətlərin fərd olaraq, qrupların qrup kimi alçalmasından, siyasi əzilməyindən, sözünü geri götürməyindən ləzzət var, həzz alır, siyasi sadizmlə məşğul olur. Mən bu həzdə olmağa heç imkan verməyəcəm. Yox ki, haqq olacaq, qorxam, ay nəvim, yox, üz istəyirəm, bağışlayayım, balım, mənə şey yoxdur. Mən bunu eləmişəm, düz eləmişəm, mən istənilən də zana versədən hazıram mən. Bu ləzzəti heç kimə mən imkan verməyəcəm, alsın ki, qurbanı əziz sındırdık, kepsərdik, bu da bu. Sonra çıxastı tezə desin, ay gəşliyi Azərbaycan ki, bax, budur sənin arxasını getdiyin kişilər, belə sınırlar. Onu eləməyəcək. Və Azərbaycan gəşliyi məndən kimi götürməlidir, bəzi yaltaq məddahlardan yox. Stefan Zweig'in Roman haqqında gözəl bir sözü var. Bilirsiniz, Roman Hitlerin ideyalarını qəbul eləmədi və ölənə qədər də mübarizə apardı, sözün dedi. Ümumiyyətlə, ifadəmə belə işlədi, deyir ki, bütün dünyanın diz üstə döşürən bir güc, bir azad vicdan qarşıda daima aciz qalır. Necə ki, Trotski Hitlerin yuxusuna girirdi, Stalin yuxusuna girirdi. Elədə də Roman Rollan girir Hitlerin yuxusuna, mən də girəcəm sizin yuxunuza. O prokurorun, siz hakimiz, Heydər Əliyevin, o yaltaq məbdəh insanların ki, belə bir adam var idi, sözüm deyirdi. Mən sözümü deyəcəyəm, mən aslında da deyəcəyəm, kəsə də deyəcəyəm. Çünki mən öz düz olduğumu qətləmirəm. Və mənim kimi adamların təqib olunmasının bir dənə səbəbi var ki, bu azad vicdan sahibləri söz deməklə, heç bir qorxuya baxın, danışmaqla milləti acırlar, oyadırlar. Və bunu qarşılamaq lazımdır. Bunlar bu millətin faşistli adamlarıdır, farklı adamlarıdır. Bu millətin məhv eləmək üçün bu adamları məhv eləmək lazımdır. Bu iftirada o yoldur. Amma biz məhv olub tutarası deyilik. Mən tutada istəyib geçəmə gələcəm. Mən lazımlar duruşuna kimi tarixdə oxumuşam. Tarix elmlərlə də, müxtəlif dövlətlərin tarixini də maraqlanmışam. Mən hələ elə bir dövlət, elə bir tarix bilmirəm ki, müharibə vəziyyətində olan bir ölkənin hökümdarı olasan, düşmən qarşısında bu qədər aciz, avara, zəlil, öz xalqın qarşısında bu qədər qəddar və zalim olasan. Mən belə bir hökümdar görməmişəm, o Heydər Əliyev. 20-ci əsrin axırında Azərbaycanda peyda olur. Bir ölkədə inqilab olur, mən çox yüz istəyirəm ifadəmə görə, bunu deyəcəm olan hadisədir bu. Millət ikiyə parçalanır. Başlayırlar, qrup ölkədə gəzib, soruşurlar kimdənsən, ondan desəsə öldürürlər. Bir gündə bir dənə Azərbaycan tutulur köprünün üstündə, deyir kimdənsən? Azərbaycan'a belə baxır, bilmir ki, bu soğuşan Elçibəyin tərəfdarıdır. Sürətdürün tərəfdarıdır. Bedənin tərəfdarıdır. Deyir, qardaş, mən onlara nə bundan, mən qurumsağım, qurumsaq.
Azərbaycan xalqını unsaqlaşdırma prosesi başlayıb. Belə baxsan televizora ki, şair yaltaqlanır, alim yaltaqlanır, ziyalı yaltaqlanır. Yəni, nakişi olduğunu boynuna alır. Niyə? Yaranmış şərait biləndir. Uşağın nəvin qarnı acdır. Arvadı ərsiz qalır, uşağı başsız qalır buna görə. Ya vəzifəni elədim, bir şey problem verəm bundan sonra. Düz eləmişəm. Düz eləmişəm, bir şey eləmişəm. Bu xalqı doğmağa heç nəqi yoxdur. Lincoln güzel bir sözü var, bir dəfə deyil, həmişə anlatmaq olar. Çoxluğa hərdən bir dəmə, xalqı həmişə anlatmaq. Mümkün deyil, olmaz. Bir dəfə alana 94 oktyabrda, bir də 95 martda, amma da bu dəfə 98-də aldanası deyil. 90-cı həftə olanda adam özünü söz demişdi, kişi əqidəsindən dönürsə, süzün aparılmır. Çıqdığını dönmür, düz bilirsə, getməsini aparılır. Və mən onu biləcəyəm, Məsud eləyəcəm ki, anım mənə halal sözdür. Dostlar, mən Xatırə xanımın bu müraciətini çatdırdım sizə. Burada yazılan bu vəziyyət Azərbaycanda tək ona yox, 100 minlərlə, bəlkə də milyonlarla adama aiddir. Adamların evi yoxdur. Adamlar kira mənzildə yaşayırlar. Onun kira pulunu verə bilmirlər, çünki işsizlikdir. Mənzillərin çoxunda antisanitariya şəraiti var. Normal insan yaşaması üçün deyil. Ölkə it gününə salınıbdır. Əvəzində Mehriban Əliyeva milyardlar fırladır sağda solda. Qızları, övladları, ailələri bir otelə 500 milyon, nə bilim, filan burada təmirə 10 milyon, orada 5 milyon dağıdırlar ülkəni. Məhv eləyirlər. Xatırə xanım da hələ də inanır ki, güya bunun məktubu çatsa prezident İlham Əliyev onu dərhələ verəcəkdir. Xatırə xanım, mən sizin məktubu çatdırdım İlham Əliyevə. 100% əmin ola bilərsiniz ki, o Azər Freedom'da eşidir bu şeyləri. Şəxsən baxır və bu dəqiqədə baxır, eşidir. Amma sizə mənzil verməyəcək, narahat olmayın. Çünki bu rejimin umurunda deyil ki, sizinki kimi onun ziyarısı necə yaşayır, nə çəkir, nə problemləri var. Bu hakimiyyət bu xalqın deyil. Ona görə bugün Azərbaycan xalqı Maduro'nun başına gələnlərə sevinir. Təhtək şuur olaraq özə təskinlik verir ki, kaş bizimkinin də başına belə onu gətirərdilər. Yox, biz hakimiyyəti özümüz dəyişdirməliyik. Amma saxta müxalifətin əlinə yox. Bir daha təkrar edirəm, əzəm vətənlər, işte gəlin məşqərək, bundan sonra Əli Kərimli və Milli Şura miting elan eləməyi qutardı, bitdi. İştəyiz, gərək real müxalifət formalaşdıraq, real müxalifət Azərbaycan xalqını real olaraq birləşdirib bir araya gətirə bilsin. Bunu da yalnız Azərbaycan Xalq Parlamenti, Azər Freedom ailəsi eləyə bilər, başqa heç kəs. Bugünə qədər hamını gördü gözünün qabağında nələr baş verir ölkədə. Heç birini anlatmasın. Dostlar, bəziləri deyir ki, Venezuela xalqının sağalı bizim də başımıza. Yox, mən elə demirəm, elə demərəm də heç bir vaxt. İranda baş verən hadisələr olsun, orada baş verən hadisələr olsun, onlar bizim xilas olacağımızdan xəbər vermir. Qətiyyən bizim xilasımız öz əlimizdədir. Özümüz millət olaraq, xalq olaraq əllə verməliyik, bir araya gəlməliyik. Bu zalim rejimdən xilas olmalıyıq. İnanın mənə, bilirsiniz, bəzən insanlar özünü inandırır ki, gücümüz çatmaz, bu güclüdür. Yox, yox. Dünyada tarix də göstərir, faktlar da göstərir. Dünən Səddamda da olan, nə bilim, bütün ölkələrdə baş verən nə göstərir də bunu sadağı vaxtlamaq istəmirəm. Fakt odur ki, xalq birləşəndə, yəni kütləvi hərəkət yarananda heç bir hakimiyyət onun qabağına dura bilməz. Heç bir hakimiyyət. Bəyənin paylaşın ki, tezliklə biz hakimiyyəti dəyişdirə bilək. Gidanız xeyrə qalsın, Allah mandag olun. Sabah saat 20:00-da mütləq yenə də Amerikanın ya Rusiyanın ya kiminsə gözü düşsün yenə bu dəfə də Xəzər neftinə ya bizim Azərbaycandakı qızıl yataqlarına ya onda onsuz eləməli öz şəxsi hakimiyyəti naminə Azərbaycan bütün sərvətlərini satır. Azərbaycan uşağından, Azərbaycan qadınından, Azərbaycan vətəndaşından başqa eləməli bu dövlətin, bu millətin sərvətini hamıya verməyə hazırdır və verir deyə hakimiyyətdədir. Verir deyə Netanyahu onu müdafiə eləyir, İsrail onu, Siyonistlər onu müdafiə eləyir. Bir dənə Azərbaycan uşağın olmaz, vəssalam. Azərbaycan qadının olmaz, Azərbaycan vətəndaşının olmaz.
Bu da böyle çok devam edebilmez dostlar. Başa düşünün, hayat Allah bir daha verib bize insan kimi yaşamaq üçün. Sizin heç biriniz qadınlı, qızlı, kişili, cavanlı, oğlanlı bilmirəm. Heç biriniz nə İlham Əliyevin özündən, nə onun qızlarından, nə oğlundan, nə də o xəstə meşşən arvadından əski adamsınız. Başa düşdünüz? Siz də bir kişinin qızısınız, siz də bir kişinin oğlusunuz. Onlar yaşadığı kimi sizə yaşamaq haqqınız var. Amma yaşa bilmirsiniz. Niyə? Çünki birləşib rejimi dəyişdirmək üzründə deyilik. Onu niyə biz birləşə bilmirik? Çünki birləşdirməli qüvvələr parçalamaqla məşğuldur bu günə qədər. Maskalar düşübdür, elə yenə də əvvəl kimi gedirlər. Amma son söz sənin olmalıdır, xalq olaraq. Sən doğrudan da istəyirsənsə birləşib nə iş görəsən, səni birləşdirə biləcək qüvvələrin arxasına getməlisən. 30 il bəsələmədi sənə eksperiment. Hə? Bu boyda illər geçti. Hələ də ayılmadın ki, sən tanımadın ki, kimdir? Hökumət xalqı susturmaq üçün əlindən gələn hər şeyi eləyir. Qətiyyən dövlət başçısına qarşı çıxmaq olmaz, haramdır. Mitinglər haramdır. Dinimiz mitingləri haram görür. Dövlət başçısının ətrafında möhkəm birləşməyi vacib bilir. Deməli, bu qalstuklu Vahabi reabilitasiya mərkəzinin rəhbəridir. Arada bir-iki yardım videosu çəkib xalqın gözünə girməyə çalışır. Bir tərəfdən də ictimaiyyət qarşısında xalqın haqqını yeyənlərə qarşı etiraz eləməyini pisləyir. Hələ bir qurduğu cümləyə baxın. Mitinglər əvvəlki vəziyyətdən daha pisini gətirir. Bəli, əgər aksiyalar keçirilsə pis olacaq. Amma əzilən xalq üçün yox, sənin ipini tutanlar və sənin kimlər üçün pis olacaq. Halal olsun evladım. Çok hoşdur. Ben burada tamaşaçıların yazışmalarından da görürüm ki sizin bu söhbətinizə kifayətlə çok ciddi maraq var. Ama bəzi Nazlı Quliyeva kimi bizim hörmət tamaşaçılarımız da var ki, buradan ben salamlayıram. Bu torlara tapışıq verməz gedin yazın. Onlar Ərəstun və mövzunu bilməyiblər deyə gidib elə şablon şeylər yazırlar. Misal üçün biri yazır ki, bu kim uydurmalar, cəfəngiyatlar sizin çirkin simanızı sübut edir. Bu danışdıqlarınız həqiqəti belə əks etdirmir. Nazlı xanım. Qurban bəy, valla mən səhər üzümü də qırxmışam, yumuşam. Elə bu qədər çirkin görünmürəm mən belə. Bəlkə Nazilə xanımın gözünə elə görünmüşəm. Bilirsiniz o, indi baxır kimsə də bəlkə mənə baxır, göysək görür, deyir könül sevən göysək olar. Desin də nə olar? Yəni Qurban bəy, bilirsiniz indi o Nobel mükafatı laureatı xanımı gətirəcəklərmi hakimiyyətə? Bunun özü çox ciddi bir sualdır. Məsələn, belə bir president də olubdur. İcazənizlə xatırladım. Məsələn, Myanmar deyilən bir ölkə var da, 1 maydan qabağıdır. Orada hərbi junta mövcuddur və o junta ilə mübarizə aparan bir möhtəşəm xanım var idi. Aung San Suu Kyi adlı belə bir xanım var idi ki, o ev küstahlığında olduğu müddət və s. bu junta ilə mübarizə apardı. Ona Nobel sülh mükafatı verdilər və sonra o həmin junta ilə anlaşdı, getdi oldu baş nazir. Və hətta Rohingya müsəlmanlarına qarşı orada törədilən soyqırıma bəraət qazandırdı. Özü də harada bəraət qazandırdı? Beynəlxalq Cinayət Məhkəməsi qarşısında soyqırımı danan bir çıxış elədi. Nobel mükafatı nüfuzlu bir şəxs. Sonra nə baş verdi? 21-ci ildə bunun müddəti başa çatdı. Tutdular, atdılar içəri. 33 il iş verdilər. İttiham ardınca. Düzü sonra biraz mərhəmət göstərdilər. Endirdilər 27 ilə həbs müddətini. Yəni bu Maria Corina Machado da bir alətdir. Xüsusi xidmət orqanlarının əlində alətdir. Ondan alət kimi istifadə elədilər. Bundan sonra eləyəcəklərini mən düşünmürəm. Yeri gəlmişkən o da bilirsiniz ki, həmin o Nobel mükafatını aldıqdan sonra İsrailin Qəzadakı cinayətlərinə bəraət qazandırdı. Yəni bu artıq Nobel mükafatı kimi bir mötəbər mükafatın özünü gözdən salır ki, bax bu cür yaramazlara verirlər o mükafatları, sonra onlar gedib cinayətə bəraət qazandırırlar, soyqırıma bəraət qazandırırlar. Həmin o Aung San Suu Kyi adı belədir onun. O vaxtilə BBC-nin ondan müsahibə götürməyə gələn jurnalistinə belə qızıqlı şəkildə reaksiya vermişdi ki, başqa jurnalist tapmırlar, müsəlman göndərirlər. Görün, bunda İslamofobiya genetik bir səviyyədə idi.
belə adama Nobel sülh mükafatı verilməsi əlbəttə ki, yanlışdır, amma sonra məlum oldu ki, o mükafatı geri almağın mexanizmləri də yoxdur. Yəni, eynən həmin o Maria Corina Machado da ola bilsin ki, bir alət kimi istifadə olundu və bitdi bundan da. Ola bilsin onu gətirərlər hakimiyyətə. Amma hər bir halda həmin o Venezueladakı hakimiyyət hierarxiyası dəyişməyəcək. Onu dəyişmək üçün Amerikalılara da lazımdır. Anlaşmışamsa niyə dəyişirəm ki? Dəyişmək sabitsizlik yaradır. Burada üçüncü amil var. Bax, niyə bu rejimlər dəyişəcəkdir? Bu rejimlər sivil dünyanın özünə təhdid yaradırlar. Avropadasınız, gəlin baxaq görək Avropanın etnik, dini və belə deyək, əhali mənzərəsi son 20-30 ildə nə qədər dəyişibdir. Burada qorxulu bir şey yoxdur. Amerikada hər cür xalq yaşayır. Avropa ölkələri də indi Amerikalaşır, belə demək olarsa. Amma burada qorxulu başqa bir şey var. Məhz həmin o ölkələr üçün. Buna reaksiya olaraq populistlər meydana çıxır. Özdə ifrat sağ populistlər. Gəlin bir anlığa düşünək, 20 il əvvəl İsveç kimi, Hollandiya kimi, Norveç kimi, Finlandiya kimi tolerant ölkələrdə, Almaniya kimi faşizmdən keçmiş, ağır təcrübəsi, tarixi təcrübəsi olan ölkələrdə sağçı, ultramillətçi rejimlər mümkün idimi? Əlbəttə yox. Nədən yarandı bu? Məhz həmin o fenomendən ki, bax bu avtoritar, kriminal, kleptokratik, yəni oğru rejimlər olan ölkələrdə törədilən insanlara qarşı cinayətlər, qəddarlıqlar, onların talan olunması, onların alçaldılması, onların öldürülməsi, onların işgəncələr verilməsi kütləvi axına səbəb oldu. Ölkələrin özündə destabilizasiya yaratdı və sonra kütləvi qaçqın axınına səbəb oldu və həmin qaçqın axını da sağ və ultrasağ təmayüllərə bir stimul yaratmış oldu. Bugün Almaniyada AfD deyilən, yəni Alternative für Deutschland, Almaniya üçün alternativ partiyası hər 4 seçicidən birinin dəstəyinə malikdir. Eyni mənzərə Fransadadır. Britaniyada bilirsiniz o Nigel Farage'ın partiyası bir Brexit prosesi başladı və məlum oldu ki, əhalinin böyük bir hissəsi dəstəkləyir o prosesi. Böyük Britaniya Avropa Birliyindən çıxdı. Və diqqət yetirin, bu ultrasağçı rejimlərin hər biri Avropada. Bunlar avroskeptiklərdir. Bunlar Avropa Birliyinə qarşıdırlar. Bunlar hamısı izolyasiyonistdirlər. Bu isə nə deməkdir? Bu, Qərb dünyasının təhlükəsizliyini təmin edən Avropa Birliyi və Avro-Atlantik Birliyin pozulmasına aparır. Bu isə artıq təhdiddir. Bu, milli təhlükəsizliyə təhdiddir. Ona görə bu rejimlərə artıq son qoyulmalıdır. Onlara olan tolerant... Dostlar, bugün xalqımız təşkilatlana bilmir, bir araya gələ bilmirik. Bütün bunların çox ciddi səbəbləri var. Çünki vaxtında bu xalqı mən bayaq verişin əvvəlində dedim, birləşdirməli qüvvələr, rolu oynamalı qüvvələr, partiyalar tam əks funksiya yerinə yetirdilər, onu birləşməyə qoymadılar. Nə eləyirəm? Əvvəla indidən deyim ki, bundan sonra Milli Şura, Əli Kərimli, Cəmil Həsənli və miting qutarı bitdi. Bu era bitdi. Dostlar, mən bu sözləri demişəm 3 noyabr 2019-cu ildə. 3 noyabr 2009-cu ildə. Niyəsin qulaq asın. Bunlar heç bir vaxt miting elan eləməyəcəklər, mitingə getməyəcəklər, icazəli fərq eləməz. Niyə? Bundan da deyirəm sizə. Əslən vətənlər, rejim bu birinci mitingi, o piket var da 8 oktyabr piketi. Onu və 19 oktyabr mitingini Əli Kərimlinin zırılmış, tökülmüş maskasını təzdən taxmaq üçün idi. Çünki kütləni idarə edə bilsinlər, çünki əldən gedir hər şey. Rejim tərəfindən bugünə qədər tanınmayan, idarə olunmayan, baba efirə görürsünüz, bu adamların heç birini bu rejim tanımayıb. İndi İlham Aslanoğlu təzə çıxıb meydana, Ramiz Laçınlı vətəndən didərgin salıb Moskvadadır, Elvin Hüseyin artıq başını açıb oyun qalmadı.
Rejim bunlardan qorxur. Qorxur ki, birdən Əli Kərimlərin, Cəmil Həsənlinin Milli Şuru adı altında bu günə qədər oynatdıqları, bir yanda İstəqəmmər, bir yanda filan kəslər oynatdıqları bu müxalifət deyirdi, əbəsi. Uşaq vaxtı biz Çencağa dönürdük, əbə deyirdik belə. O əbəni əgər boşaltsalar, onu kim dolduracaq? Elvin İsrayevlər, İlham Asanoğlular, Ramiz Laçınlılar və başqaları. Təbiətdə dostlar, obyektiv bir qanunayrılıqlar var. Mən tez-tez bu arada danışıram. Bunun adı belədir, boşluqların doldurulması qanunu. Bu cəmiyyətdə, təbiətdə obyektiv qanuna uyğunluqdur. Yəni, belə də su axar, çuxura dolar. Bunun bizim dildə tərcüməsi budur. Boşluqların doldurulması qanunu. O məşhur bir ixtiraçı var idi, Edison'un dostu Tesla. Bu Tesla'nın kəşfləri arasında ən böyük kəşfinin biri boşluqlara sorulmaydı. O sübut eləmişdi ki, işıq sürətindən də çox bir sürətlə hərəkət edən apparat yaratmaq olar. Hansı şərtinlə? Obyektin qabağında boşluq yaratmaqla. Çünki boşluq dartı çəkir axı, özə sürətlə çəkir. Biz orta məktəbdə yumurtanı putukanesine salırdıq. Necə? Pambığı yandırıb atırdıq ora, orada havasızlıq şərait yaranırdı, sorup yumurtanı salırdı içəriyə. Bu rejim gözəl bilir ki, Əli Kərimli və Cəmil Həsənli kimi müsavat, müxalifət, nə bilim, bu günləri ortaqda olan müxalifət var, bunlar hamısı oynayır, hamısı 99% oyun içindədir. Bunların məşğul etdiyi, doldurduğu bu boşluq, boşalan kimi, bunlar ifşa olunub axı. Bunların yerini rejimin bu günə qədər tanımadığı, əlaqəsi olmadığı, ələ ala bilməyəcəyi yeni adamlar, figurlar dolduracaq. Rejim bundan qorxur. Dostlar, baxın diqqətlə, mən bunu demişəm 2009-cu ildə, 6 ildən çox vaxt keçib də. Özünüz analiz edin, qiymət verin ki, o vaxtdan bunlar ne deyirdim. Dediklərinin hansı yanlış çıxır, səhv çıxır. Çalışırdılar ki, Əli Kərimlinin Milli Şuranın o cırılmış maskasını təzdən taksıda başına. 19-cu mitingi bunun üçün idi. Onun ardını gətirmək istəyirdilər. Çünki onun ardı gəlməyən də ifşa olmazaqlar. Nə baş verdi? Onu da özünüz diqqətlə araşdırın. Onu mən təhrik elədim onlara. Ki, eyləməlisiniz bunu. Bunu demək olmaz. Bunu sübut eləməli daha doğruda həqiqi müxalifət. 2 noyabr elan edəndən sonra rejim başa düşdü ki, ay dadi bidat, deyəsən bir maskaya görə hər şeydən gedə bilər. Xalq artıq oyanır, cin şişədən çıxır. Birdən sabah bu Qurban Məmmədov dəstək verdi, vermədi. Ne duracaq o? Əslən vətənlər, ona görə 2 noyabr mitingi təyin olunmuşdu ki, bilirsiniz ki, mən Əli Kərimlinin yalan danışdığını öz diliyle sübut elədim, qoydum ortalığa. Heç kəs inanmırdı ki, Əli Kərim özü də inanmırdı ki, o münasibətdən sonra mən dəstək hükümləri axı şəxsi əxlaqı budur, düşüncəsi budur. Ki, Azəfiridim, 2 noyabr dəstək verər. Ona görə ürəklə miting elədi. Ki, Qurban Məmmədov dəstək verməyəcək, yenə çıxacaqla bir bambalıq eləyəcəklər. Oldu bəstəran da bu lider və yenə də 26 il xalqı apar, yumurtanın qiyməti, qatoşanın qiyməti millətin başın qat. Elə ki, biz dəstək verdik, rejim qorxdu. Rejim başa düşdü ki, deyəsən bu cin şüşədən çıxa bilər. Bunun qarşısını ala bilməzlər. Səhətinin bu Bakının mərkəzində o dinç mitinglərdə 1-2 adamın öldürülməsidir. Öldü, evi yıxıldı. Bu rejim İlham Əliyevin şəxsi taleyi Qəddafin taleyi kimi olacaq. Onda taleyin birisini başa da gətdilər. Ona görə də Qazın bastılar, dedilər ki, əlidə bəsdir. Səndən istifadə elədik, sən artıq sorokun bitdi. Cəmil Həsənli. Və açıq şəkildə bunları padatkını bıraktılar. Üzr istəyirəm, Qurban Kişimlar. Buyurun. Tamaşaçıların nəzərinə salmaq istəyirəm ki, deməli bu 2 noyabr mitinglə əlaqədar biz danışıqlarımız oldu. Qurban Kişimlə, Qurban Kişimlə məsləhətləşirdik, nətər eləyək, məni dəstək olaq, olmayacaq, analiz edirdik. Və Qurban Kişi orada bir söz dedi, mən tamaşaçıların nəzərinə salmaq istəyirəm. Deməli dedi ki, biz dəstək oluruq. Ancaq cavanlar, yadınızda saxlayın, ayın 31-i Əli Kərimin mitingi ləğv eləyəcək. Yəni Allah şahid. Deməli, Qurban Kişi dedi ki, ayın 31-i miting təxirə salınacaq. Bunu bilin, bunlar bizim dəstəyimizi gözləmirdilər. Yəni elə də oldu. Bu kişi, yəni mənim bunun sizin, yəni necə deyirlər, şübhəm yoxdur sizin bildiyinizdə. Elə də oldu, biz özümüz şokda qalmışdıq.
Çoğudan mənə deyir ki, bu hardan sən bilirdin? Bu elementer şey değil bunlar. Siyasət də məşğul olan bunu bilirlər ki, nə olur, ne olacaq. Və bu bitti. Ona görə də bunu indi elan edirəm. Elvin baba səndən də xahiş edirəm, hamıdan. Bu gündən sonra fərq eləməz. Kim miting elan edəcək, dəstək verəcək, xalq qaldıracaq ayağa. İcazəli icazəsiz. Ona görə də bir daha təkrar edirəm, əziz vətəndaşlar, işte gəlin məşqərək. Bundan sonra Əli Kərimdir, bu Milli Şura miting elan eləməyi qutardı, bitti. Hökumət yeni ssenarilər üzərində fikirləşməlidir ki, necə eləsin ki, bizim qarşımıza alsın. Xalq uyanır, xalq hərəkətlanır. Və 2 noyabrda ora gələn yüzlərlə adam, kənarda bizim o təşkilatçılar orada olublar, məndə videoları var, sübut eləmək üçün ki, biz buradayıq, saati də yeri ilə. Sadəcə olaraq mən demişəm ki, əgər kütlə gəlməyəcəksə, səsinizi çıxartmayın. Mən Azərfridovun bu yeni yaranan, bu gənc gözəl qüvvənin həbs olunmasına imkan verə bilmərəm. Bir Elvirə görə nə qədər zülüm çəkdik. Olmaz, mən orada 15 dəfə həbs olursa, bu dəqiqə o gücümüz yoxdur onu kömək eləməyə. Ona görə dostlar, sizdən xahiş edirəm, bundan sonra kim miting deyəcək, ona dəstək verəcək. İndi biz nə eləməliyik? İlham bəy gözəl bir fikir dedi. Biz bundan sonra yalnız gələcək üçün düşünməliyik ki, hansı metodlarla, hansı üsullarla xalqı təşkilatlandırmaq, həvəsləndirmək, ruhlandırmaq, meydana çıxartmağa hazırlamaq. Dostlar, eşitdiniz də, mən 2019-cu ilin noyabrın 3-də bula demişəm. Miting olmuyor, qutaracaq. Özünüzə sual verirsinizmi ki, bu ne deyirdi o vaxtı? Sonra niye miting olmadı? Mesela Əli Kərimli, bu Milli Şura 2 gündən bir miting edirdilər, hər seçki qabağı. Biz 2019-cu ildən sonra nə qədər seçkiler getirildi? Prezident seçkiləri, parlament seçkiləri, daha dəhşətli həyatsa saxtalaşdırmalar. Biz niye miting olmadı? Vəziyyət budur dostlar. Heç kəs özünü anlatmır. Heç kəs. Azərbaycanda müxalifət idarə olunan müxalifətdir. Azərbaycanda bugün hakim ortada olan nə qədər ki müxalif qüvvələr var, heç ki mən incəməsin. Hərəsi bu və ya digər formada hakimiyyətdən asılıdır. Hakimiyyət tərəfindən, ayrı-ayrı klanlar tərəfindən maliyyələşdirilir, tam nəzarətdədir deyə ölkə bu vəziyyətdədir. Xalqı birləşdirməli qüvvə müxalifətdir. Əgər birləşdirməli qüvvənin özü birləşdirməmək, birləşməyə mane olmaq tapşırığı alıbdırsa, birləşmək başa bilməz. Bu rejimin isə aradan qalxmasının təkcə yolu xalqın birləşməsidir. Vəssalam. Ona görə mən sizin hamınızı dəvət edirəm Azərbaycan xalq parlamentinin ətrafında birləşməyə. Daha çox insana çatdırın bizim dediklərimizi ki, sabah kütlərə çıxanda tək qalmayaq.